Hamıya salam. Bugün funksiya bölməsindən belə bir maraqlı sualımız var. Deyir ki, simmetriya oxunun tənliyi x bərabərdir 1 olan fx bərabərdir x kvadrat üstəgəl bx üstəgəl c funksiyası üçün x1-in kubu üstəgəl x2-nin kubu üstəgəl b plus c ifadəsinin qiymətini tapın. Baxaq. Bizə təbii ki, buradan nəyin qiyməti lazımdır? C-nin qiyməti lazımdır və b-nin qiyməti lazımdır. C-nin qiymətinin tapılması çox rahatdır. Biz bilirik ki, C parabolanın y oxunu kəsdiyi nöqtəyə bərabərdir. Parabolamız x oxunu -3 nöqtəsində kəsdiyinə görə bizim burada C bərabər olur -3-ə. B-ni necə tapacağıq? Burada sualın əsas mahiyyəti B-nin tapılmasıdır. Simmetriya oxunun tənliyi x bərabərdir 1 olan. Bu nöqtə 1-dir. Eyni zamanda bu nöqtənin də x-i 1-ə bərabərdir. Bu nöqtə nəyə bərabərdir? Bu nöqtə parabolanın təpə nöqtəsidir. Buradan iki oxşar hissəyə bölündüyü üçün bura təpə nöqtə olmalıdır ki, bu simmetriya oxu olsun və bu parabolanı iki eyni hissəyə bölmüş olsun. Çünki simmetriya oxları fərqi yoxdur. Parabola və yaxud bir fiqur onu iki eyni hissəyə bölür və biz həmin alınan hissələri üst-üstə qatladıqda onlar üst-üstə düşməlidir. Nəysə, çox uzatmadan bura bizim təpə nöqtəmizdir. Bunu anladıq. Ora təpə nöqtəsidirsə, təpə nöqtəsinin x-i necə tapılır? X m bərabər olur. -b bölünsün 2a. Bu çox şablon bir düsturdur. Çox işə yarar bir düsturdur deyə hamımız əzbərə bilirik deyə düşünürəm. Burada x-imin yerində təbii ki 1 durur. 1 bərabərdir. -b bölünsün. Baxın, burada a-nın yerində nə durur? 1. Qarşısında 1 var. 2 vurulsun 1. Yəni, buradan da b-ni tapsaq, -b bərabərdir. Çarpaz vurduqda 2. B bərabərdir -2-yə. Artıq b-ni də, c-ni də tapmış olduq. İndi funksiyanın tənliyini təkrar yazaq. B və c-ni yerinə qoyub. X-in kvadratı b-2 olduğuna görə çıx 2x üstəgəl c. C -3 idi. Çıx c. Yəni 3. Çıx 3. Çıx 3. Əla. Buradan kökləri tapa bilərik. Vietlə çox rahat bir şəkildə tapacağıq. Buradan -3, 1 və götürsəm, buradan da x götürsəm, bu funksiyanın vuruqları ayrılmış şəkli bu şəkildə olacaq. X çıxılsın 3, x üstəgəl 1 şəklində olacaq. Onda buradan x1 bərabərdir 3-ə, x2 bərabərdir -1-ə. Diqqət eləsək, burada bir yanlışlıq elədim. Nə elədim? Baxın, burada x1-i mənfi nöqtədə verib, x2-ni müsbət nöqtədə verib. Əslində, bunun bu sualda bir mahiyyəti yoxdur, amma elə ola bilər ki, bunun diqqət yetirməli olacağımız bir sual olar. Ona görə hər zaman bunu doğru eləməyə çalışın. Müsbət qiymət olan x2-dir, mənfi qiymət olan x1-dir. Gətirib yerinə qoyub ifadənin qiymətini tapacaq. x1-in yerində dururdu -1, -1-in kubu -1. Üstünə gəldim, 3-ün kubu 27. Üstünə gəldim, b-mizi -2 tapmışdıq buradadır. Üstə gəlmirəm, onu çıxıram -2. Çıxılsın, c də -3-ə bərabər olduğu üçün çıxılsın 3 bərabərdir. Cavabımız 21-ə. Gördüyünüz kimi çox sadə sualdır. Amma mən sizə deyə bilərəm ki, bu buraxılışa düşə biləcək ən çətin sualdır funksiya bölməsindən. Bunu niyə deyirəm? Şagirdlər çox vaxt funksiya bölməsindən qorxur, amma bu qədər sadədir gördüyünüz kimi və
buraxılışa ən çox bu qədər düşər. Blok şagirdlər onsuz da daha çox çalışmalıdır.